Salam aleykum əzizlərim. Bu günlərim mən 25 nəfərlik personal üçün mərcimək supu hazırlayıram. Bunun üçün götürdüyümüz ərzaqlar bunlardır. Kartof, soğan, kök və mərcimək. Mərciməyi öncədən bol suda çoxlu yuyuruq ki, üzərində heç bir köpük olmur və suyu gördüyünüz kimi bulanlıq deyil. Soğanları balaca doğramağa ehtiyac yoxdur. Çünki bunları bir az qovurub biz blenderdən keçirəcəyik. Gördüyünüz kimi bu şəkildə doğrayıram. Böyük ancaq nazik doğramaya çalışıram ki, köklər biraz gec pişir. Mənə lazım ki, vaxta görə gec pişsinlər. Soğanlarımız örüyüb, soğanlarımız kızarmasa da olar. Köklə də biraz pişib kızaracaqlar. Köklərimizi qazana əlavə edirik. Köklərimiz pişdi. Köklərimiz pişəndən sonra böyük kub şəklində doğradığımız kartofları da əlavə edirik. Biraz da kartoflarımız pişir. Sonra mərciməyi əlavə edəcəyik. Unumuzu yağı əlavə etmişəm. Gördüyünüz kimi 2 dolu xorek qaşığı tomat. Ev şəraitində hazırlanan tomatdır. Yağda qovururuq. Sonra üzərinə nanə də əlavə edib qazana tökəcəyik. Qarışığımıza pul biber, paprika, istiot, duz əlavə etdim. Biraz da nanə. Yaxşı qovururuq. Təbii ki, biraz da sarı kök, duz. Sarı kök mənim sevdiyim ədvadır. Tomatı nə qədər yaxşı qovursaq biz, bir elə bizə xeyirdir. Çünki mədəmizdə heç bir qıcqırma, yanma olmaz. Artıq hazırdır. Biraz da su əlavə edəcəm. Kartoflarımız pişəndən sonra tomatımızı da yeməyimizi əlavə edib blenderdən keçirdirik. Mərcimizi blenderdən keçirdik. İndi isə qaynamağa qoyuram. Yeməyimiz hazırdır. Nuş olsun. İlk yeyən əməkdaşımız dadına baxacaq və mən sizə dəqiq yeməyin dadının necə olduğunu rəylərdə bildirəcəm. Bəyənməyi unutmayın.